Salam kanalımız izləyiciləri. Bu günləri biz sizə yeni dərsimizdə təqdim edəcəyik. Bugünkü bizim dərsimiz olacaq. Nə olacaq? Bizim dərsimiz olacaq ölçüm. Gəlin baxaq. Bu günləri bizim əsas məqsədimiz sizinlə olacaq notların ölçüsünü öyrənmək və neçəyə sayılır. Yəni uzunluğunu. Baxın. Deməli, 4 cür, əsasən bu günlər biz bütöv, yarım, çərək və 8-lik notları keçəcəyik sizinlə. Deməli, bütöv, yarım, çərək və 8-lik notları biz sizinlə öyrənəcəyik. Baxın, fortepianoda sizə bunu göstərəcəm. Deməli, baxın. Bax, 4 və bütöv not 4 vəyə sayılır. Bilməm, görürsünüz yoxsa yox. Baxın, bütöv not 4 vəyə sayılır. Baxın, takı do nota. 1 və 2 və 3 və 4 və. Görürsünüz? Bu 4 vədir. Bütöv not 4 vəyə sayılır. Bu özü özlüyündə, bütövdür, düzdür mü bütöv? Böyle nə olur? Yarım olur da, düzdür? 2 dənə yarım not oldu. Deməli, bura gedəcək 1 və 2 və bölündü. Bir mumun yarısıdır, ne bir bölü? Bu bir yarısıdır, bu da bir yarısıdır. İşte bu bir yarısı, yarımın bu bir yarısıdır. Tövün elə bir ki, bu bir yarı, bu da bir yarı. 4 və bölündü niyə? 1 və 2 və 3 və 4 və. Tak, mən təxminən donut üzərində şərt olaraq göstərəm. Məsəl üçün 1 və 2 və 3 və 4 və. Bir də 1 və 2 və 3 və 4 və. İndi yarıma baxaq. 1 və 2 və təzədən bir də mono faisə 3 və 4 və. Görürsünüz? Sonra bu yarımda özü bölünür çərəyə. Yəni 1 vəyə sayılan 2 döyür. 1 və 2 və deyilmi? 1 və 2 vəyə sayılır. Düzdür? O da bölünərək olur 1 və, bu da olur 2 və. Bu olur deməli 1. Deməli 1 və bu da bölünür. Görürsünüz? 1 və bu da olur 2 və. Gördünüz? 1 və bu da bölündü. Bu özü bölündü 2 dənəyə. Görürsünüz? Bu da bölünür. 1 və 2 və. Bu da olacaq 3 və, bu da olacaq 4 və. Deməli 4 bölündü nə oldu? Yarım oldu, 2 oldu. Düzdür? 2 də bölünür axı, özü 1 olur axı, düzdür? 2-nin də içində nədir? 4 dənə 1 vardı. 2-nin də 2 dənə 1 vardı. Düzdür? 1, 1. 2 nədir? 2 neydən əmələ gəlir? 1 ilə 1-in üstə gəlinən. Düzdür? 1, bu da 1. 1 və 2 və. Hərəsi özün 1 vəyə sayılan notlardır. Görürsünüz? 1 vəyə sayılan çərək notlardır. Bunlar çərək notlar. Bu çərəklərə bölündü. 1 və 2 və təzədən özürlü sana. Aha, 1 və 2 və bu da bölünür 3 və bu da 4 vəyə. Deməli, sonra 3 və 4 vəyə bölünür. Deməli, bu bir özü də. Axı birin də yarıya bölürsən, axı yarısı var axı, düzdür? Birin də özünün yarısı var. Bir özü də bölünür axı. Bölünür 2 dənə 8-liyə. Düzdür? O da bölünür. Görürsünüz çərək. O bölünür 8-li nota. O da birin yarısı olur. 1 və 2 və məsəl üçün 1 və 2 və 3 və 4 və. Gördünüz mü? Deməli, bütöv başladıq. Neçəyə sayıldı? 1 və 2 və 3 və 4 və. Düzdür? Bütöv. İndi biz bunu ayırmalıyıq. Düzdür? 1 və 2 və 3 və 3 və 4 və. Bunu elə 3 və çaşmamaq üçün. 3 və 4 və. 1 və 2 və 3 və 4 və 1 və 2 və 3 və 4 və. Şərti olaraq gəlin bu ölçüdə götürək do notuna. 1 və 2 və 3 və 4 və bir də 1 və 2 və 3 və 4 və. Görürüz 4 dəfə çaldıq. Görürüz mü ifa elədik 4 dəfə. İndi sonra da bu dəfə böləndə də olur 8-lik. 1 və 2, 1 və 2, 1 və 2 və 3 və 4 və 1 və 2 və 3 və 4 və
Bir dənə sayaq. 1 və 2 və 3 və 1 və 2 və 3 və 4 və 1 və 2 və 3 və 4 və 1 və 2 və 3 və 4 və 1 və 2 1 və 2 və 3 və 4 və. Gördünüz? Bu deməli bizim bütöv, yarım, çərək, 8'lik. Gəlin dərsimizdə isə birinin üstünə bir də buna baxaq. 1 və 2 və 3 və 4 və 1 və 2 və 3 və 4 və 1 və 2 və 3 və 4 və 1 və 2 və 3 və 4 və. Gördünüz mü? Deməli, biz sizinlə bunu ona görə öyrənirik ki, gələn dərsimizdə Allah qoysa biz sizinlə artıq küçük bir not misalı mən qoyacağım ki, sizin fortepiano alətində siz özünüz not misallarını özünüz rahat olaraq ifa eləməyi, müəyyən qədər ifa eləməyi biləsiniz. Deməli, bugünlər mütləq biz gərək bunu ifa eləmək üçün də biz gərək mütləq gərək notları bilək və mütləq də biz uzunluqları bilmərik. Notların ölçüsünü bilməsək, biz ifa eləyə bilmərik. Deməli, bu dərsimiz hələlik bu qədər. Kanalımıza mütləq abunə olun. Rəylərdə öz rəylərinizi yaza bilərsiniz. Rəylər bölməsində fikirlərinizi yaza bilərsiniz. Bəyənməyi unutmayın. Sağ olun, sağlıqla qalın.